Bildiğiniz kimi Allah Subhanahu ve Taala'nı zikr etmək Allah qatında xatırlanmaqlı səbəbdir. Necə ki Allah Subhanahu ve Taala buyurur: "Fəzkuruni əzkurukum veşkuru li və la tekfurun." Məni zikr edin, yəni məni xatırlayın və mən də sizi xatırlayın. Mənə şükür edin və nankörlük etməyin. Və Allah Subhanahu ve Taala belə ayələrlə bizi çoxlu xatırladır. Və necə ki başqa ayədə gəlir ki, Allah Subhanahu Taala buyurur ki: "Ya eyyuhellezine amanu zkurullahi zikran kesira." Ey iman gətirənlər, Allahı çox zikr edin. Və başqa ayədə gəlir ki: "Və zkurullahi kesiran leallekum tuflihun." Allahı çoxlu zikr edin ki, nicat tapasınız. Və şək yoxdur ki, Allah Subhanahu ve Taala'nı zikr etmək, yəni Allahın bizə əmr etdiyi formada zikr etməkdir. Və bu günlər əsasən Zülhiccə günləri olsun, ya da başqa günlər olsa belə, insan daha çox həris olmalıdır, daha çox can atmalıdır Allah Subhanahu Taala zikr etmək. Və ələxüsus bu günlər, Zülhiccənin günlərində insan daha çox çalışmalıdır. Necə ki, Musnad Əhməddə gəlir ki, An İbn Umar radiyallahu anhu, an Nəbi sallallahu aleyhi və səlləm qal: "Ma min əyyam a'zama indallahi və la ahabbu ilayhi min al-amal fihinna min hadhihi al-ayyam al-ashr, fəksir fihinna min al-tahlil və takbir və tahmid." Allah qatında elə günlər yoxdur ki, bu 10 gündən daha əzəmətli və daha sevimli olsun, yəni buradakı edilən əməllər. Yəni bu günlərdə edilən əməllər. Və bu baxımdan bu günlərdə Allahı çoxlu zikr edin. La ilahe illallah, Allahu ekber, elhamdülillah kəlmələri ilə. Və bilirsiniz ki, necə ki qeyd eləmişdik, Abu Hureyra kimi, İbn Umar radiyallahu anhu sahabələr bazarlarda gəzib və Allahı zikr edərdilər, təkbir edərdilər. Və bu baxımdan bu günlərdə də siz onları oxşayaraq, ən fəziyyətli insanlara oxşayaraq insanlara xatırladın, Allahı ucaldın. İnsan Allahı ucaldıqca ucalır.